Növbəti videomuz xətti funksiya. Funksiyaların yolu, elementar funksiyalar haqqında nəzəri məlumatlar. Xətti funksiyaya girib bərabər kx plus b yazılır. Burada mx plus b yazılır. X arqumentdir, y qiymətdir. Yəni biri nöqtədir, biri isə qiymətdir. Yəni biri təyin oblasını müəyyən edir, biri qiymətlər oblasını müəyyən edir. Kvadratik funksiya. Y bərabərdir a vurulsun x minus m'in kvadratı plus n. Və yaxud belə ümumi şəklini yazır. Y bərabərdir ax kvadrat plus bx plus c formasını yazır. Yenə burada qrafik paraboladır. Burada isə qrafik xəttir, düz xəttir. Məsələn, burada nələr var? Bunun bucaq əmsalıdır. Delta y, delta x. Hər hansı bir xətlə davam edir bu. En böyük sıfır olanda qrafik belə keçir. Yəni artan olur qrafik. En kiçik olanda qrafik azalan olur. Bu formada belə davam edir. B nöqtəsi y-i harda kəsəcək? Məsələn, burada kəsdik, deməli burada nədir? B-nin qiymətliyə kimi fikirdir. Bu formanı demək istəyir. Burada A sıfırdan bu böyükdür, qollar yuxarı yönəlir. Belə A sıfırdan böyükdür. A sıfırdan kiçikdir, qollar aşağı yönəlir. Bu formada. A sıfırdan kiçik vəziyyətdir. Tamam. X bu X, bunu sıfıra çevirən qiymətlər X oxunu harada kəsdiyini bildirir. Əgər kəsirsə bu nöqtələr X-in qiymətləridir. Tamam. Bir də bunun təpə nöqtələri müəyyən olunur. M və N düstur. M bunun apsisidir. N'i yazmış burada M bərabərdir. 4AC çıxaq B kvadrat bölək 4A. Bu da bunun demək nəyidir? Biri nöqtədir, biri isə qiymətdir. Kubik funksiya y bərabər x kubu, x arqument y qiymətdir və x kubunun qrafiki bu şəkildə davam edir. Ümumiyyətlə x üstü n cüt olanda parabola formasındadır. Belə. N tək olanda isə bu şəkildə qrafik hər hansı bir formada, məsələn, belə də davam edə bilər, belə də davam edə bilər, cürbəcür. Yəni, amma n-in istənilən cüt qiymətində qrafik bu şəkildədir, parabola formasındadır. N-in qiyməti K bu dərəcə artdıqca bu biraz da sıxılır bura, biraz da sıxılır, daha da sıxılır belə. O qədər sıxılır ki belə, belə. Qüvvət artdıqca. Kök altda x funksiyası. Budur. Yarım buna parabola deyirlər. X və y hər iki müsbətdir. Sonra tərs funksiyanın qrafik. K bölü x-in. K böyük 0 qrafik yerləşir birinci və üçüncü rüblərdə. Bu K böyükdür 0 olan vəziyyətə aiddir. K kiçik 0 qrafik yerləşir ikinci və dördüncü rüblərdə. Bu K'nın 0-dan kiçik olan vəziyyətlərdir. Tamam. Belə. Sonra eksponensial funksiya. Deməli, eksponensial funksiya A birdən böyüksə qrafik var bu haldır. Qrafik artandır. Qrafik belə gəlir, bax. Belə gəlir, bax, belə qalxır. Bu artma qrafikdir. Əgər A birdən kiçiksə, bu halda qrafik belə gəlir, bax, belə. Bu vəziyyətdədir. Bu da A-nın birdən kiçik olan vəziyyətdir. Yəni, A birdən böyük olanda artandır. Kiçik olanda isə azalandır. Tamam. Loqaritmik funksiya. Loqaritmə əsasdan x funksiyası. A'nın sıfırdan böyük və ya belə. Ümumiyyətlə bu funksiyanın təyinatı üçün A hökmən sıfırdan böyük olmalıdır və belə olmalıdır. Əsas burada vahiddən burada səhv gedir. Əsas vahiddən böyük olan var, vahiddən kiçik olan vəziyyət var. A birdən böyük olanda, bir də A 0 ilə 1 arasında olanda, bu 0 kiçikdir, A da kiçik 1 olan vəziyyət. İki vəziyyət var. A vahiddən böyük olanda qrafik belədir, bu artandır. Artan haldır. Bu birisində isə azalan vəziyyətdir. Azalan.
Sinüs x funksiyası. Sinüs x qrafik koordinat başlanğıcından keçir. Periyodu 2 pidir. Qiymətlər çoxlu -1 müsbət 1. Yəni burada bu xətt var ha. Bax bura bu xətt. Bu xəttdən aşağı düşənməz. Və müsbət 1 xətti də budur. Bax buradan da yuxarı qalxa bilməz. Bu arada yerləşəcək. Bax burada. -1 müsbət 1 aralığında kənara çıxanmaz. Kosinüs x də eyni oxşardır. Sadəcə olaraq bu sıfırda 1 alır. Yenə bunun ən böyük qiymətləri -1 müsbət 1 parçasında dəyişir. Deyil burada. Amma x hər ikisində istənilən qiymət ala bilər. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi nə istəsən ala bilər. Tangens x funksiyası. Tangens x funksiyası hər yerdə artandır, amma x fərqlidir, pi bölü 2 şərti ödənmə alınır. Qrafik də bu formadır. Bax, görün hardan başlayır. Bura 0'dir. Bura mənfi müsbət pi bölü 2 xəttidir. Bu da pi bölü 2 xəttidir. Bunu heç vaxt kəsmir. Bax, yaxınlaşır, amma kəsmir. Bax, bu xəttə yaxınlaşır bura. Amma kəsmir. Fikir verirsiniz. Bax, bu xəttə yaxınlaşır, amma bu qrafik bunu kəsmir. Fikir verirsiniz, kəsmir bu qrafik. Belə. Sonra kotangensin qrafiki də azalan qrafikdir. Amma burada x pi-dən fərqlidir. Pi n'lərdən fərqlidir. Görürsünüz, nə sıfır ala bilməyib burada, görürsünüz. Qrafik də belə gəlir. Bax, x oxuna yaxınlaşır, belə y oxuna, amma kəsmir. Nə də pini kəsmir. Tamam. Bu da belə.